Aysel, bura haqqında danışmalısan mütləq. Bəli, bura dünya tarixində ən mühüm hadisələrdən birinin baş verdiyi məkandır. Potsdam şəhərindəyik və Sesilienhof sarayıdır bura və məhz 1945-ci ilin iyul-avqust ayında Potsdam müqaviləsi burada imzalanıb. İkinci Dünya müharibəsini sonlayan müqavilə məhz bu məkanda imzalanıb və dörd böyük lider Stalin, Churchill, Truman və Attlee burada bir araya gələrək bu müqaviləni imzalayıblar və bundan sonra artıq Almaniya dörd ölkə arasında Fransa, İngiltərə, Amerika Birləşmiş Ştatları və SSR arasında bölünür. İkinci Dünya müharibəsi sonlanır və Yaponiyaya nüvə silahı atılması qərarı verilir. Bu necə baş verir? Truman artıq bura gəlməzdən əvvəl Amerika Birləşmiş Ştatlarının yeni nüvə silahının sınaqdan keçirilməsi proseslərini həyata keçirir və Truman artıq burada olanda həmin bu sınaqların çox uğurlu keçməsi barəsində məlumat alır. Və Yaponiyaya ultimatum göndərir ki, əgər o müharibəni dayandırmasa, çünki bütün tərəflər müharibəni dayandırıb, bircə Yaponiya idi müharibəni hələ də davam etdirirdi, məğlub olmaq istəmirdi. Yaponiyaya məlumat göndərir ki, məğlub olsun. Yaponlar isə məğlub olmaq istəmədiyinə görə artıq Truman qərara gəlir ki, Yaponiyanın Nagasaki və Hiroşima şəhərlərinə atom bombası atsın. Və bütün bu proseslərin hamısı məhz bu sarayda baş verir.